Ötən ay ərzində Ötən ay ərzində ən çox sifariş verilən 3 avtomobili sizə bildirəcəyik. Birinci avtomobil əlbəttə ki, Yegonex avtomobili oldu. Hansı ki, avtomobilin büdcəsi aşağı, ekonom və geniş avtomobildir. Həmçinin bu Yegonex-də həmçinin Koreyadan da gəlir. Hansı ki, 1.6 dizeldir. Daha ekonom və daha full versiyalarını Koreyadan ixal etmək olur. Bu pirbora bax hələ. Qəşəngdir. Bax, o güzgüm sənin nə üçün? Məsələn, buradan çıxanda bu tərəfi görürsən. İkinci avtomobil isə Kia K5-dir. Hansı ki, bugünkü gün bazarda yaxşı Hyundai Sonata tapmaq çətin olduğu üçün müştərilər Kia K5-ə tövsiyə edirlər. Çünki motor, korobka, hər bir şey eynidir avtomobildə. Görünüşlər də təqribi oxşuyurlar deyə Kia K5 sifariş verirlər və bazarda ən çox tələb olunan avtomobillərdən ikincisidir. Üçüncü avtomobil isə əlbəttə ki, Koreyadan Kia Sorento demək istəyərdik, amma keçən ay Hyundai Santa Fe daha çox satıldı. Hansı ki, bu avtomobillərə tələbat günü-gündən artır. Siz də ən uyğun qiymətli avtomobil sifariş vermək istəyirsə, Garaj 44 əlaqə saxlayırsınız, ən sürətli şəkildə avtomobili gətirib sizə təhvil veririk.